Bakın, Türkiye'de bu jurnalistler, gazeteci deyirlər. Kürt Yezdi. Yezdilərdən də əslində deməli bu erməni Yezdi Kürdüdür. Yəni bunlar çoxdular və özlərini elə müsəlman Kürdü kimi təqdim edir. Bu gün nə deyir? Deyir, Türkiyəni istəyirəm parçalamaq. Hansı bir normal Kürt, müsəlman Türk Kürdləri belə şey deyir axı, eləməz axı. Bunu erməni, nəysə bax, İranda da gördünüz də, yəni İranda bu Kürdləri deməli nəyə görə Fars hökumətinə qarşı qaldırmadılar, hakimiyyətinə qarşı Kürdləri. Görürsünüz? Yaxşı fikirləşin ha. Yəni Fars onların adamıdır, Avropanın adamıdır. Bunları da görün, əslində bütün yönəlib Turanı dağıtmaq, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, yəni məqsəd bu dəqiqə Avropalıların Rusiyadır, Ermənidir, Yunanıdır, Ərəbidir, hamısı bu dəqiqə Türkiyənin parçalanmaq, dağılmağını istəyir. Bax belə, bu Kürdlər hansı ki, nəyə görə bu hərəkətə? İrəvan şəhərində hamının yadındadır, yəni üzlərinizdə deyim. İrəvanda Kürdləri ermənilər süpürgə ancaq verirdi. Sən fəhlə ola bilmərsən, məsəl üçün. Hətta yer qazmağa da lapatka qoymuşdular işləsində. Ya zavoda götürmürdülər. Mən soruşurdum, deyirdim, zavoda niyə götürmürsən? Deyir ki, Kürdlər ancaq qoyun saxlayır və küçələri, İrəvan şəhərinin küçələrini Kürdlər süpürürdü. Həmin o Yezdi Kürdlər. Bax, bugün o Yezdilər deməli, gəlib hamısı soxulublar vəzifələrə. Yəni, bütün Kürdlərə Azərbaycanda münasibət necədir? Prezident də olar, generallar da var, müğənnisi də, alimi də. Qardaş, hər yanda, hər millət Türkiyədə, Azərbaycan, Turan dövlətində hər millətə yer var yəni. İndi bunu görürsünüz, bax, bunları çalışırlar, belənkləri, açıq üzlərinə deyir, mən istəyirəm Türkiyə dağılsın. Bu, Yezdi Kürd deyir ki, mən istəyirəm, deməli, Türkiyə dağılsın. Belə insanlar çox olacaq. Belə qardaşlar da, məsəl üçün, görün, belənki bu qardaşlar da güya, deməli, Azərbaycanda, İranda Azərbaycan türklərinin beynini gör necə yuyurlar, deməli, yumaq deyəndə ki, yumurlar, zəhərləyirlər ki, Azərbaycanda sizin türklər deyil, Azərbaycanda yahudilərdir o ki, bizi, deməli, bizə qarşıdırlar, İrana qarşıdırlar. Görün necə türklərə qarşı necə hazırlayıb vuruşturmaq istəyirlər ki, Bakı ilə Təbrizin arasında deməli davalar düşsün. İki Azərbaycanlı vuruşsun. Görürsün necə gözəl işləyirlər. Bax, buna görə gəliblər ha. Orada Təbriz türklərini deməli zəhərləyirlər, beyni ki, orada türk yoxdur Bakıda. Azərbaycanda türklər yoxdur da, yəni şimalda. Hamısı yahudilərdir. Bax, belə şeylərlə deməli gör. Amma deməli biri orada bir ağıllısı yoxdur ki, demir ki, bu öldürməyi 30 ildir, bu axırıncı 30 illəri 90-dandır. Bax, bu Xameyni bizim Türk uşaqlarını kim orada zorlayır əskərləri və edam edirlər. Kim eləyir? Yahudi eləyir, bir sual verin də, bu Yahudi eləyir ya Fars eləyir. Görün, ay kişi, bunlar, mən yenə də deyirəm, hansı millət türkü bu dərəcədə belənki bu hərəkət edir, onlardan başqa
Yunan da, Fransız da eləməz onu. Ancaq bu alçaqlar eləyirlər. Uşaqları 15 yaşında uşağı zorlayırlar, sonra edam edirlər. 9 yaşında uşağı gətirib Xameneyin qucağına atırlar, Türk uşağına. Bunları da müdafiə edirlər. Bax, belə alçaqlar indi görün Azərbaycanda oturub, İranın adamları da bunlar. Bax, bunlar İranın adamları. Belənkləri çoxdur. Gör nə deyir? Mən deyir, inanmıram ki, bu talış ola bilməz. Bu talış belə danışmaz Azərbaycana qarşı. Azərbaycan neyniyib? Deyir ki, mən nifrət edirəm Azərbaycan. Nə deyir bu? Deməli, bu sevinir ki, Farslar qalib gəlir, sabah deyir, görün Azərbaycana hücum edəcək, Azərbaycana alacaq, sevinirlər, Bakını alacaq və deyir, mən talışam, nifrət edirəm Azərbaycana. Bunun bir dostu da var. Bunun bir dostu da var. O şəkili yoxdur. Bunun bir dostu da var. O da deyir ki, bütün Azərbaycan qurban olsun. Talışın ayağına. Qardaş, bu Azərbaycan neyibdir buna belə qurban olsun nədir? Ay kişi, Talışlar gedib Qarabağ üçün döyüşür. O Pəncəli var. Tanrı rəhmət eləsin. Qəhrəman oğlu, igid oğul, yəni Talış xalqının oğlu, Azərbaycan xalqının oğlu, Türk xalqının oğlu, Türk torpağı üçün, Azərbaycan torpağı üçün, Azərbaycan xalqı üçün o Pəncəli, Astaralı gedib döyüşür və bu deyir, gör nə deyir, mən nifrət edirəm Azərbaycana. İndi bu, mən inanmıram ki, bu təmiz bir talış olar, ya Azərbaycanlı olar, kim olar? Bunları hamısını orada, o Rusiyada, Avropada hazırlayırlar da bunlar. Görün nə deyir, mən qurban olsun Azərbaycan bu talışlara. Qardaş, qurban olsun bütün hamı bizim qəhrəman oğlanlara, bütün düşmanlar qurban olsun. Azərbaycan necə qurban olsun? Azərbaycan üçün döyüşür də, onsuz da gedir, həlak olur, şəhid olur Azərbaycan torpağı üçün. Bunun bu nə sözdür, bu qurban olsun talışlar. Bu qəsdən, yəni gözdən salmaq üçün və ləzgiləri də, avarları da, orada tatları da, bütün nə qədər Azərbaycan xalq var, çalışırlar onları hamısını beynini zəhərləmək və burada konflikt yaransın. Hələ özünü desin, biri deyir Albanam, Gürcü deyir, bura mənimdir, o deyir bura mənimdir, ay kişi. Bax, denənki insanları gələ Avropada bunların qarşısını alırlar indi, bilmirəm necə olacaq. Bax, bunlar kimdir gəlib bütün Azərbaycan xalqına deməli aşağılayır. Hansı ki, Pəncəli kimin oğullar, Rembo kimin oğullar, Natiq Qasımov kimin oğullar. O Natiq Qasımovu bir yaxşı yadınıza salın. Bax, buna deyəsən indi, bu alçağa deyəsən, sən bir eysan verdin o Pəncəliyə, Natiq Qasımova, Əliyara, bizim şəhidlərə 44 gün yaz saxladın, bundan soruşun, 44 gün 27 sentyabrdan 8 noyabracan yaz saxlayan olub, eysan verən olub, sual verirəm hər bir Azərbaycanlıya. Buna yox, bu alçağa yox. Bu alçaq əlbəttə bu nə şəhid bilir, nə millət bilir, nə insan bilir. Belələri çoxdular. Yəni, hamısını gətirib göstərmək olmur. Bunlar bütün günü oturublar. Bax, oturublar bütün günü Azərbaycana qarşı. Bunlarla bir yerdə, bax, bunlarla bir yerdə. Bunlarla hansı ki Azərbaycan uşaqlarını zorlayırlar, öldürürlər, baş kəsirlər. Xocalı danışın, yad eləyən var. Gəldi Xocalıda baş əydi, bax, bunları istəyirəm. Bax, bu Qurban Mamedovdur. Düzdür, Qurban, bax yenə, bura Xocalı abidəsinə Farsdır, Fələstindir, gəlib baş əyib. 31 Martda baş əydilər. Bax, ona görə bilən ki, insanlar əmələ gələcək.
Və yenə də deyirəm, 44 gün yas saxlamaqdan hamısı 7 işdi. 7 işdi, kef çəkdi. Yadınızdadır da, yəni onu gördünüz 8 noyabracan. Heç bir dənə ehsan verən oldu. Natiqi yada saldılar, Pəncəlini yada saldılar, Əliyarı yada saldılar, Mübarizi Polad Həşimovu yada saldılar. Ha? Polad Həşimovun hələ o haqda indi mən sonra deyərəm. Bax bu qədər yəni.